Xeyirxah Vort bu gündə Cənub bölgəsi Lənkəranda qanı ilə tarix yazan vətən uğrunda canından keçən tək vətən sağ olsun deyən qəhrəman şəhidlərimizin ocaqlarını ziyarət edərkən dərhal evin yeganə olan vətən uğrunda qurban verən Ceyhun əmigilin ocağında olmağı özümüzə borc bildik. Çünki sabah qanı ilə tarix yazan vətən uğrunda canından keçən Səmədov Kamran Ceyhun oğlunun 5-ci il dönümüdür. Allah ruhunu şad eləsin. Dəyərli izləyicilər, bir daha nəzərinizə çatdırırıq. Cənub bölgəsi Lənkərandayıq hal-hazırda. Evin yeganə övladı vətən uğrunda öz ömrün təki vətən sağ olsun deyib xalqa üç rəyli bayrağın dalğalanmasına qurban verən Kamran Səmədovun ocağında. Sabah inşallah qardaşımızın 5-ci il dönümüdür. Allah ruhunu şad eləsin. Kamranın adını daşıyan bir balaca Kamranımız var. Qarşısında baş əyirik. Qəhrəman igidimizin adını daşıyır. Valla həqiqətən də qürurlanırıq. Sabah inşallah vətən uğrunda canından keçən təki vətən sağ olsun deyən qəhrəmanımız Kamran qardaşımızın 5-ci il dönümüdür. Heç o qardaşlar, o igidlər Şuşalaçın görmədən ancaq özləri irəli gedərək, geri dönmədən torpaq azad etdilər. Ruhları qarşısında baş əyirik. İstərdim elə bu gün ilk sözü sizdən götürək. Buyur. Allah rəhmət eləsin. Bu bizim balaca Kamranımızdır da. İnşallah. Çox əsabidir ha. Babası çox əsabidir. Qardaş səndən bir iş gəlmə götürək. Buyur. Allah Kamranımıza rəhmət eləsin. Tüm şəhidlərimizə rəhmət eləsin. Var olasan deyir. Ceyhun dayı, sən bizim üçün həqiqətən qəhrəman bir atasan. Biz sizinlə və sizin Simozda qəhrəman atalarla fəxr edib qürur keçirdik. Sən həqiqətən belə deyək də qəhrəman simvolu. Bir kişi kimi kişi, həqiqətən real mərd kişilərsiniz. Biz sizlərlə ona görə fəxr edirik ki, övladınız yeganə olmağına baxmayaraq, evin tək oğlu baxmayaraq, vətən uğrunda qurban verirsiniz də bu gün də başlı dik tutarıq. Hər zaman xalqınızın xeyir işlərində də xeyir dua verib və bu gün də qürurla başlı dik tutub. Təki vətən sağ olsun deyirsiniz. Sabah qardaşımızın 5-ci il dönümüdür. 5 ildir ki, bizlərin arasında yoxdur. Ruhu şad olsun. Ancaq ruhan bizləndir, ağsaqqal, ruhan bizləndir. İstərdim elə bir qəhrəman atası kimi səndən söz götürək ki, vallah bizim üçün də qürur vericidir. Çox sağ ol, sağ ol. Biz də sizə təşəkkür edirik. Allah sana canı sağlığı versin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin. Allah qazilərimizə can sağlığı versin. Amin. Və bizim Allah Taala ordumuzu qorusun. Və bizim insanların gələn günlərin xeyirli eləsin. Gənclərimizin gələn günlərin xeyirli eləsin. Amin. Allah bir daha dünyamıza bu müsibəti göstərməsin. Bəlkə baxanlar deyər ki, bu adi bir şeydir. Yox, bunun dərdi çox ağırdır. Belə baxanda insanlar yaxşısa bu şirin dərddir. Demək olar ki, bu şirin dərddir. Bu hər bir insanın qəlbində yaşayan bir şeylərdir. Odur ki, mən sənə bütün şəhid valideynlər adından təşəkkür edirəm. Var olasın. Gələn günləriniz xeyirli olsun. Amin. Bu Kamran mənim həyatımda ikinci bir zamanlar. Evin tək oğluyum. Allah yenə deyirəm, bütün şəhidlərimizə rəhmət eləsin. Allah qalanlara can sağlığı olsun. Gələn günləriniz xeyirli olsun. Təşəkkür edirəm. Ceyhun dayı, siz həqiqətən belə deyək, bir qəhrəman atası kimi də bu gün sizlərdən, bu gənclərimizə bir öyüd, bir nəsihət. Gənclərimizə çox danışsam biraz yaxşı çıxmaz. Sad olaraq vətənpərvər olmaq hər şey deməkdir. İnsan ki, vətənpərvər oldu, deməli o ailəsinin də, vətəninin də, anasının da hər köşəsi yerinə qalacaq. Yəni, arzum budur gənclərə. Bir daha deyirəm, mənim bu sözümü həmişə deyirəm. Gələn günləri xeyirli olsun. Amin. Uğurlu, rüzgârlı, bərəkətli olsun. Təşəkkür edirəm. Var olasınız. Əlbəttə ki, sabah Biləsuvar Qəhrəmanlar diyarında da evin yeganə övladı olan Kənan Rüstəmlinin də 5-ci il dönümüdür. Günün birinci yarısı orada olacaq və günün ikinci yarısı vaxtdan istifadə edərək dərhal sizin ocaqda olmağa özümüzə borc veririk. Çünki həqiqətən qəhrəmanların belə deyək, bəli, məsafəsindən asılı olmayaraq o ünvanda olmağı özümüzə borc veririk. Biz nə qədər də desək ki, bir övladda bizi ki, valla onun yerin verə bilməsək də ən azı təsəlli olaraq sizlərin yanında olmaq istəyirik. Bugün bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib gecəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var. Allah onlara da şəfa versin. Veteranlarımız var, son nəfəsə qədər vuruşda şəhid qazilər çıxartdı. Allah onlara can sağlığı versin. Bugün Ceyhun dayı, gənc əsgərlər gedir hərbi xidmətə bizləri qoruma. Əlbəttə ki, onları Allah qorusun.
Əsgərimizdən zabitinə kimi bizləri qoruyur. İsti soyuq bilmədən əldə silah səngərdə xidmət aparır şərəfsiz erməniləri bir addım da torpağımıza qırar. Allah ola. Əsgərlərimizi qorusun. İnşallah. Arzum odur ki, onların anasının, atasının üzü həmişə gülsün. İnşallah. Mən bu qəmli günləri heç kimə arzulamıram. Heç bir kəsə, heç bir kimə arzulamıram. Allah hamıya can sağlığı versin. Sağ-salamat gəlsinlər valideynlərin yanına. Amin. Sağ-salamat gəlsinlər nişanlı qızlarının yanına. Hamıya İnşallah. can sağlığı arzulayıram. Bir daha uzun ömür, xoşbəxtlik, firavan gün arzulayıram sizlərə. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm bir daha qəhrəmanımızın ruhu qarşısında. Baş əyirəm Ceyhun dayı. Balaca Kamrandan xeyir götürəsən. İnşallah. Amin. Minnətdarım, sağ olun. Təşəkkür